Körpələrin qidalanmasında ana südü nə dərəcədə əhəmiyyətlidir? Əlavə qidalara hansı halda müraciət edilməlidir? Bərk qidaların qəbuluna nə zaman başlamaq olar? HB Güvən Klinikasının pediatrı Dr. Gülnar Abdullayeva danışacaq. Telefon, televizoru qoyub, uşağı öyrədib, əlavə qidaya keçid etməyin. Yəni sizə bağlı bir şey. Siz qaydanı necə qoysanız, o cür formada gedəcəkdir. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Mən Dr. Dilbər Rahim. Səhhətimizin bugünkü buraxılışında hər birinizi xoş gördük. Verilişimizə Ege Hospitalı Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğunda baxırsınız. Əziz analar, valideynlər, ekrana yaxın əyləşin, çayınızı, kofenizi hazır edin. Bugün qonağımız bir pediatrdır və uşaqlarda qidalanmadan danışacağıq və istərdim qonağımı sizlər üçün təqdim edeyim. Bizim bugünkü qonağımız HB Güvən Klinikasının pediatrı Gülnar Abdullayevadır. Necəsiniz doktor? Təşəkkür edirəm, siz yaxşı olasınız. Təşəkkürlər. Əhvalınız da yaxşıdırsa, yaxşıdır. Artıq mövzuya başlaya bilərik. Uşaqlarda qidalanma dedikdə ilk əvvəldən sona qədər bu şəkildə gedə bilərik və yeni doğulmuşlardan başlayaq əlbəttə ki. Yeni doğulmuşlarda ana südünün əhəmiyyətindən bir neçə qədər vurğulamaq istərdik. Ümumiyyətlə, uşağımız doğulduqdan sonra bütün analara ilk tövsiyəmiz bizim ana südünün verilməsidir. Ana südü uşağın inkişafı üçün lazım olan bütün maddələrlə zəngindir. Hətta aparılan son tədqiqatlara görə, əgər uşaqda hər hansı bir virus infeksiyası yoluxması varsa, ana südünün tərkibi dəyişərək onun immunitetini qorumaq üçün işləməyə başlayır. O dərəcədə çox mükəmməl bir sistem şəklində çalışır ana südünün ifraz məsələsi və mütləq şəkildə analara ana südünün verilməsi haqqında tövsiyələrimiz verilir. Çox yaxşı olar ki, hamilə olan zaman belə ana südünün necə verilməsi, onu necə düzgün şəkildə əmizdirilməsi haqqında məlumatlar alsın. Bəli, doğumdan sonra bir qədər çətin olur. Həm doğuş sancısı, uşağı doğulduqdan sonra hamilənin çəkdiyi ağrılar, bunlar bir qədər stres faktorunu artırar və ananın ana südünün verilməsi üçün həvəsini biraz azalda bilər. Amma bir qadın beyninə mən ana südünü verirəm qoyubsa, mütləq ki, o döşündəki südünü verəcək. Təbii ki, bəzi kənara çıxmaq vəziyyətlərimiz olur. Biz əlavə qida, yəni süni qidalar vermək məcburiyyətində oluruq. Amma ən birinci bizim istəyimiz uşaqlara ana südünün verilməsidir. O, ana südünü verdikdə su da daxil 6 aya qədər bir pediatr normal çəki alan uşağa heç bir əlavə qida verməz. Ancaq və ancaq ana südü. Heç bir su, maye, şirin çay, şirin su, müxtəlif meyvə sokları, hansı ki onlar, meyvə şirələr, hansı ki onlar 3 ayından qabaq Sovet dövründə başlanılırdı, heç bir halda tövsiyə olunmur. Sadəcə 6 ayına qədər təmiz ana südü verilməsi tövsiyə olunur. 6 ayından sonra artıq uşağın inkişaf temposuna uyğun olmadığı üçün ana südünün kalorisi biz ona əlavə qida verməyi tövsiyə edirik. Aha. Əlavə qidalar amma hansı qidalardır, onların tərkibi nədir? İstərdim biraz da bu barədə. Birinci bir dənə bura əlavə edeyim ki, bəzən olur ki, ananın xəstəliklərinə bağlı olaraq, ananın keçirdiyi stresə bağlı, xəstəliklərlə bağlı südün miqdarı azalanda biz süni qidalar tövsiyə edə bilirik. Maksimum dərəcədə hər bir pediatr inanıram ki, buna çalışır ki, süni qidaya keçməsin, amma lazım olanda süni qidaya keçirik. Təbii ki, süni qidanın təyini, forması, millisi, müalicəvi, qeyri-müalicəvi hər bir şeyi sadəcə olaraq uşağın vəziyyətinə görə dəyərləndirir. 6 ayımız oldu və biz əlavə qidaya keçid etdik. Adətən süni qida ilə qidalanan uşaqlarda 5-ci ayından, amma tam ana südü alan uşaqlarda 6-cı ayından artıq əlavə qidaya keçid edirik. Belə bir qayda var, əlavə qidanı gecikdirmək olmaz. Çünki bədən əlavə gələn maddələri tanımalıdır. Yəni, tutaq ki, biz ilk ananın sualı bu olur. Doktor, mən əlavə qidanı nə ilə başlayayım, nə verək? İlk önərəcəyimiz qida dadsız, şirinliyi olmayan, dadsız. Məsələn, bu brokoli püresi, gül kələmi püresi, kabak püresi ola bilər. Yəni, banan versək, onun dadını tanıyıb digər qidaları rədd edə bilər. Mütləq şəkildə, dadsız şəkildə biz qidanı təklif edirik. İlk növbədə
dadımlıqdır, doyumluq deyil, dadmaq üçün veririk. Yəni ilk növbədə hazırlayıb bir çay qaşığı qədər uşağa təklif edirik və ilk növbədə nə ac olmalıdır, nə yuxusuz. Çünki aclıq, yuxusuzluq zamanı xəstə yemək imtina eləyə bilər, imtina eləyə bilər. Ana bizə həyəcanla deyir ki, mənim uşağım yemək yemədi. Biz tez anaya başa salırıq ki, ilk qidanı verən zaman çox səbirli olmaq lazımdır. Bir uşaq bir qidanı 3 dəfə, bəziləri 5 dəfəyə, bəziləri 10-15 dəfəyə qədər qəbul edir. Yəni çox çətindir onu bədənə alışdırmaq. İlk qidanı verdikdən sonra mütləq şəkildə fikir vermək lazımdır. İshalımız varmı? Qəbzliyimiz varmı? Səpkimiz varmı? Heç bir şikayət yoxdursa, demək ki, bu qida bu uşağa düşmüşdür. 3 gündən, 4 gündən sonra artıq normal kıvamda yeməyi vermək lazımdır. Sonra biz sıyıqlara keçirik, meyvə pürələrinə keçirik. Yəni ilk 2 həftəmiz, 3 həftəmiz adətən öyrənmə sırası olur. Öyrənmə sıramız bayağı bir vaxt ala bilir. Və tək nəinki uşaq öyrənir, eyni zamanda ana öyrənir ki, mənim uşağım nə xoşlayacaq, nə xoşlamayacaq. Əlavə qidaya keçid zamanı mütləq şəkildə uşaq artıq yarım oturaq şəkildə oturmağı bacarmalıdır. Mütləq analar bu nüansa diqqət eləsin. Uzanan yerdə əlavə qidanı, bərk bütövlü qidanı vermək olmaz. Aspirasiya edər, uşaq boğular. İkincisi, uşaq mütləq şəkildə artıq başı ilə hərəkət etməyi bacarmalıdır. Dili ilə yeməyi ağzında hərəkət edib çıxartmağı bacarmalıdır. Uşaq mütləq şəkildə, əgər sən yediyin qidalara həvəslə baxırsa, bir növ ağzının suyunu axıdırsa, artıq onun əlavə qidaya bir həvəsi vardır. Vermək, başlamaq olar. Bir də bəzi valideynlər çox təəssüf ki, mən uşağıma glutensiz verəcəm, kazeinsiz verəcəm və ya vegan qidalar da verən var. Qətiyyən bir tərəfli qidalanma ilə razı deyiləm. Hər bir qidadan az miqdarda körpə uşaq qəbul etməlidir. 8 aya qədər ümumiyyətlə blenderdən istifadə etməyin deyirəm. Məhz illah ki, istifadə edirəm deyirsə, 8, maksimum 9 aydan sonra istifadə etməyinə icazə vermirəm. Artıq 9 ayından sonra çəngəllə əzilmiş formada bütünlü şəkildə verilməlidir. Və çünki ağızda çeynəmə əzəlləri ilə danışıq əzəlləri bir-birinə bərabərdir. Bu çeynəməyi bacarmalıdır ki, sabah danışan zaman əzəllər rahat istifadə olunsun, istifadə edilsin. Morfoloji quruluşu pozacaq şəkildə olmasın. Və nəyə fikir vermək lazımdır? Hansı qida uşağa allergiya verdi, ishal verdi, qəbizlik verdi, uşaq nəyi sevdi, artıq o anaya bağlı bir şey. Biz o haqda mütləq, biz o haqda konkret məlumat verə bilmirik. Amma hər bir qidanın öz funksiyası var. Məsələn, yumurtanın qabaq sarısını icazə verirlər 6 ayında, ağını 1 yaşdan sonra, amma indi artıq 6-8 yaş ay arası yumurtanın ağına icazə verilir. Amma konkret qadağandır bal, botulizm təhlükəsi olduğuna görə duz, uşağın böyrəklərinə yük düşdüyünə görə şəkər konkret olaraq olmaz. Çox təəssüf ki, nənə və babalarımız əsrin əvvəllərində olduğu kimi şirin çay yox ha, kəm şirin çay. Yəni yarı qənd şəklində onu töküb qarşılıq verir. Konkret olaraq bunun əleyhinəyəm və heç bir halda bunu heç bir anaya verməyi tövsiyə etmirəm. Adi su verəcək yəni. Ən böyük də sual olur ki, biz əlavə qidaya keçdikdən sonra uşağa su verəkmi? Əlavə qidaya keçdikdən sonra başlanıla bilər. Amma adi su. Necə verək? Məsələn, bunu qaynanmış, mən 1 yaşa qədər ilıq qaynadılmış formada verilməsini tövsiyə edirəm. Uşaq, bir də belə bir sistem var, deməli, uşaq özü seçərək yeyə bilər və bu uşağın özünü seçib yeməsi, mən biraz o sistemlə çox razı deyiləm. Necə? Aparıb tanımalıdır, əlini toxunmalıdır, ağzına doğru aparmalıdır, amma bir öynü elə eləyərik. Yəni, həm sıyığı, həm meyvəni, həm yeməyi o cür formada etməyi çox tövsiyə... Sanki biraz da sistemsizlik gətiririk, öz qidasına tövsiyə etməm. Bir də valideynlərə ən böyük tövsiyəm, xahiş edirəm artıq dərəcədə telefon, televizoru qoyub, uşağı öyrədib, əlavə qidaya keçid etməyin. Yəni, sizə bağlı bir şey. Siz qaydanı necə qoysanız, o cür formada gedəcəkdir. Bu, başdan ayağa Pavlov refleksi kimi bir şey yaranır ortada ki, mən ancaq ekranla, ağzını ancaq ekranla bir geçirəcək. Və uşaq yeməyin nə olduğunu bilmir, heç bir zövq almır, sadəcə avtomatik ağzını açır ki, bilir ki, telefon, televizor gedən kimi ana, yəni ağzını açmasa, telefon, televizor gedəcək. Ona görə də ağzını açır ki, təki o orada qalsın, ekran orada qalsın. Onu tövsiyə etmək. Yəni, şuuraltı başlanan bir şeydir o refleks. O da, yəni, gərək valideynlər artıq. Bəli.
başa düşsünlər bunu. Doktor, onda keçək, keçidi necə edək? Bundan danışdıq. Bəli, biraz ətraflı. Biz keçidi etdikdən sonra hər aya uyğun bəzi qidalar var. Məsələn, tutaq ki, biz ətin özünü 8 ayından tövsiyə edirik. Balıq və balıq məhsullarını, biz çox balıq məhsulu, ancaq balıq yeyirik, 9 ayından sonra tövsiyə edirik. Sonra biz, məsələn, süd və süd məhsullarını 6 ay, südün özünü 1 yaşdan sonra inək südünü, amma süd məhsullarını allergiya yoxdursa, ağır inək südü protein allergiyası yoxdursa, 6-7 ayından sonra tövsiyə edirik. Bəzi paxlalı qidalar ola bilər ki, lobya, mərci, noxud, onlar qaz kök verdiyi üçün 10 ayından sonra tövsiyə oluna bilər. Amma bəzi qidalar var, məsələn, lobyadır, yəni yaşıl lobyadan sonra, badımcandır. Məsələn, bəzi qidalar var ki, onlar 1 yaşından sonra daha çox tövsiyə oluna bilər. Və bəzi hallarda mənə sual verir ki, doktor, qışda biz xaş suyu verə bilərik uşağa. Mən tövsiyə etmirəm, çünki ağırlıqlı bir qidadır da o. Amma mal ətinin sümüyü qaynadılıb, yəni onun suyundan istifadə oluna bilər suplara. Daha çox o sual verilir və ən çox meyvə şirələri barədədir. Yəni biz uşağımıza meyvə şirəsi verəkmi? Son tədqiqatlar göstərir ki, meyvənin şirəsi deyil, özünü vermək daha faydalıdır. Yəni meyvəni liflərindən azad eləyib, ancaq şəkərli və ancaq suyunu verməkdənsə lifləri ilə bir yerdə vermək daha yaxşı. Həm onların bağırsağına görə, həm də ümumi vəziyyətlərinə görə. Onda 1 və 3 yaş arası qidalanmadan danışaq biraz da. Deməli, çünki keçirik yavaş-yavaş dönəmə keçirik. Bu dönəmimiz ən çətin dönəmdir. Uşaq seçir, imtinalar başlayır, şirniyyata meyl başlayır, mən istəmirəm deyir. Burada adətən belə gedir. 3 əsas qidadır, 2 ara öğündür. 3 əsas qidamız nədir? Yəni səhər yeməklərdə, artıq səhər yeməyi hər şey yeyilə bilər. Bir Azərbaycanlı ailəsi olaraq, məsələn, süzmədir, şordur, pendirdir, yağdır, yumurta ola bilər, sıyıq çox önəmlidir, istəyirik onlar olunsun. Bu qidalar səhər yeməyidir. Səhər yeməyində allergiya yoxdursa bal əlavə oluna bilər, bəhməz əlavə oluna bilər. Səhər yeməyimiz biraz daha dardır, belə deyim. Ara öğün meyvə ola bilər. Evdə bişmiş, ana tərəfindən bişirilmiş bir şirniyyat ola bilər və yaxud da düzgün şəkildə hazırladılmış yoğurtlar ola bilər və günorta saatı mütləq şəkildə ətli, küftə ola bilər, ət ola bilər, bu toyuq əti ola bilər, mal əti ola bilər, belə deyək, tərəvəzli bir supunuzdur. Çörək istifadə oluna bilər, bəzi valideynlər çörək istifadə etmirlər. Mən deyirəm ki, az miqdarda da olsa, normal, öz vahidində verə bilərsiniz. Və orada qatıqdan istifadə edə bilər, bəzən kiçik salatadan istifadə oluna bilər. Yenə ara öğün və axşam yeməyi bu şəkildə gedir. Mən valideynlərə tövsiyə edirəm, ümumiyyətlə yeni doğan dönəmi keçdimi, 2 ayından sonra gecə yeməklərini yığışdırın deyirəm. 1 yaş uşaq artıq əlavə süni qidadan istifadə edir, ana südündən istifadə olunur. Ana südü 2 yaşına qədər verilir. Amma bizim çox böyük problemimiz var ki, bax, bugün də bir xəstəmiz oldu. Uşaq 1 yaş 6 ayındadır, ancaq döşdə süd əmir. Və bizim təhlillər gəldi, qan aşağıdır, kalsium aşağıdır, vitamin D aşağıdır. Səbəb, uşaq döşdən südü əmir, tamam, yeyir, çəki alımı da yaxşıdır, amma lazım olan besinlər gəlmir. Axı biz ətdən dəmir alırıq, süd və süd məhsullarından kalsium alırıq, bəzi məhsullardan vitamin D alırıq. Bu besinlər olmadıqca 1 yaşdan sonra ana südü bizə yetmir. Olmalıdır, var, o olacaq. Amma burada kalori dəyeri və mikroelementli qidaları elə dəyərləndirməliyik ki, uşaq onu alsın. Yəni ancaq süd və süni qidada qalmasın uşaq. Və bunun üçün valideynlərə tövsiyəm odur ki, məsələn, ara öğün kimi ana südüdür, süni qidada verilə bilər. Bir gecə olmasın çox. Yatmağa getmək üçün, yuxuya getmək üçün verilsə də 1 yaş 6 ay, 2 yaş aralığı süni qidanı, 2 yaşdan sonra ana südünü artıq kəsin deyirəm və bunun yerini biz suya, adi suya veririk. Bəzən valideynlər şikayət edir, doktor, uşağım suyu çox içir. Süni qida ana südünü nə vaxt kəsmiş? 1 ayrı kəsmişik, ona görədir. Valideyn başqa problem düşünür, ona görə deyirik və əlavə qida verildikdə suyun da miqdarı artacaq. Yeniyetmələrdə qidanın necə formalaşması gərəkdiyi haqqında biraz danışmaq istərdim. Yeniyetmə də ən çətin qrupa aid olan uşaqlar. Uşaqlar çox çətindir, bunu qəbul edin. Amma yeniyetmələr bir uşaqlıq dövrünün o ayrı bir mövzudur. Yeniyetmələr uşaqlığın böyük erişkinlik dövrünə keçid dönəmidir, keçiddir. Çətin dönəmdir. Məsələn, bir yeniyetmənin 10 yeniyetmə gəlsə, onun biri səhər yeməyi yeyir. 9-u yeməz. Hər şey 11-də bufetdən bir şey yeyərəm.
Ən çox bizə müraciət edirlər qastritlə, kəskin ağrılarla, mədə ağrıları ilə. Artıq imtahan dönəmi də orada bəli, başlayır, artıq bəli. təhsil stresi də orada hə, başlayır. Vaxtı-vaxtında yemək yemirlər. Sulu qidalardan imtina edirlər. Daha çox yeni tip qidalara meyl edirlər. Axı bizim populyasiya olaraq öz yeməklərimiz var. Yeniyetməni biz unuduruq. Valideyn deyir ki, doktor eş böyüyüb. Elə deyil. Bədən çox sürətlə inkişaf etdiyi üçün, cinsi hormonlar çox sürətlə ifraz olunduğu üçün, boy oğlanlarda çox sürətlə inkişaf etdiyi üçün, qızlar böyüdüyü üçün onlara xüsusi olaraq diqqət olunmalıdır. Onların rasionu xüsusi olaraq olmalıdır. Əgər uşaq çox kökdürsə, çox heyif ki, Covid dönəmindən sonra biz köklüyə, pilləməyə daha çox rast gəlirik, o zaman menyusu bir cür olmalıdır. Yox, çəki almırsa başqa cür olmalıdır. Və nə var burada? Məsələn, deyirsən ki, gəlin sizə quru meyvələrdən çərəz və meyvə qoyub. Mən utanıram. Uşaqların yanında yeyə bilmərəm onu. Ay balam, bu faydalı qida. Yox, mən bufetdən alacağam. Nə alacaqsan? Şokolad alacağam, sasika çörəyi alacağam. Belə şeylərə meyl edirlər. Yeniyetmələrə valideynlər evdə başa saldıqca o düzgün qidalanma olun da onların beyinləri çox inkişaf, onların çoxsu abituriyentdir. Onlar yaxşı qidalanmalıdırlar ki, onların inkişaf temposu da yaxşı olsun. Zehin fəaliyyəti, zehinə yaxşı təsir edəcək omega 3, omega 6 ilə zəngin qidalar, balıqdır, qozdur, fındıqdır, düzgün zulal. Oğlanlar bəziləri gəlir, ən çox bunu şikayət edirlər mənə ki, doktor biz mənim oğlum protein istifadə edir, idman zalına gedir, əzələ kütləsi yığır. Deyirəm, onu istifadə edici ət yesəniz, yaxşı ətlə, amma elə uşaq var, seçicidir. Ət yemir, istəmir, məsəl üçün daha çox şirniyyata meyl edir, daha çox qazlı içəcəklərdən və ən çox da qazlı içəcəklərdən bəzi içəcəklər var ki, hansı ki onlar kofeinli tərkiblidir və onlar deyir ki, mən bunu içirəm ki, mən gecəni yata bilməyim. Enerji tərkibli. Gecə yatmayayım ki, mən dərsi çox oxuram, amma onun düzgün deyil, sənin ürəyinə düşən yükün miqdarı artır, olmaz balam deyirəm və onu valideynə düzgün yönəltmək lazımdır. Onlar da eyni ilə yatmamışdan 2 saat qabaq yeməyi kəsməlidirlər, mütləq ki, düzgün qidalanmalıdırlar, şəkərdən, pis qidalardan, zərər verəcək qidalardan uzaq durmalıdırlar. Aydındır, doktor. Son olaraq da belə bir sonluq verək. Qış aylarında immunitetləri necə qaldıra bilərik uşaqlarda? Yaxşı sualdır bu sualımızda. Necədir? Düzgün qidalanmaq, meyvələr, bax indi bizdə portağaldır, naringidir, çox yayılıb, vitamin C ilə zəngin, allergiya yoxdursa təbii ki. Meyvələrdən düzgün istifadə etmək, vaxtı-vaxtında yeməyini yemək, süd və süd məhsullarıdır, ət məhsullarıdır, düzgün yemək, vaxtında yatmaq, vitamin D-sini qəbul eləmək mütləq lazımdır. Qidalardan isə bol vitaminli, bol minerallı qidalardan istifadə etmək lazımdır. Bu böyüklərə lazımdır. Amma yeni doğan bir uşağın immuniteti ana südü aldığı üçün ana özünə yaxşı baxacaqdır. Yaxşı qidalanacaqdır ki, uşağı da onun südü vasitəsilə minerallarını alsın. Təşəkkür edirəm doktor. Həm məlumatlara görə, həm də bu şəkildə geniş izaha görə. Ümid edirəm gələn verilişlərdə sizi burada görə bilərik. Təşəkkür edirəm. Çox sağ olun. Bizim bugünkü qonağımızı təkrar xatırlatma eləyim tamaşaçılarımız üçün də HP Güvən Klinikasının pediatr həkimi Gülnar Abdullayeva idi bizim bugünkü qonağımız. Səhhətimiz verilişində tək ARB ekranlarından yox, həm də sosial media hesablarından baxa bilərsiniz. Şərhlər bölməsində öz suallarınızı qeyd edərsəz, biz də burada rahat-rahat o suallara cavab tapa bilərik qonaqlarımızla birgə. Səhhətimiz, əziz tamaşaçılarımız, sağlam gələcəyin təminatı. Gəlin sağlam gələcəyimizi birgə qoruyaq və gələn görüşlərdə görüşənərik.